1988-ci ilin 29 aprel günündə Lənkəran rayonunun Boladı kəndində dünyaya gəlmiş. 2023-cü ilin 20 sentyabr günündə Şərur rayonunun Havuş yaşayış məntəqəsi ərazisində Zirvə postu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş mayor rütbəli şəhidimiz Heydərov Vüqar Rəfailoğlunun əziz və unudulmaz xatirəsinə həsr olunmuş elegiya. Elegiyanın müəllifi şəhidimizin həyat yoldaşı Heydərova Ülkər İntiqam qızıdır. Uca yaradan səni yaradarkən gözəl yaratdı. Ruhuna istədiyi qədər təkrarsız gözəllik qatdı. Vicdan, mərhəmət və sevgi ilə coşan qəlbinin misilsiz nurunu simanda da əks etdirib qüsursuz biçim yaratdı. Qəlbindəki gözəl hisslər anaya sevgi ilə başlayıb, vətən sevgisi ilə böyüdü. Gənclik eşqi ilə birləşib, ilahi vəhdətlə tamamlandı. Bütün bunların müqabilində 35 illik ömrünə nələri sığdırmadın? Valideynlərinə, sənin kimi vətənpərvər, cəsur və qəhrəman oğlu böyüdən Həcər anaya, Rəfail ataya layiqli övlad olmaqla bərabər mərd və vətənpərvər zabit oldun. Əsl insan oldun. Sevgi dolu ömür gün yoldaşı oldun. Gül balalarına, indi ata həsrəti ilə sızlayan övladların Yusifə və Mehdiyə yaxşı ata olmağı, qardaşın Ülviyə arxa dayaq olmağı ləyaqətlə bacardın. Bütün bunları qısa ömrünə sığdıra bildin. Bəlkə buna görə Allah səni ən uca zirvəyə layiq gördü. İlahi planın baş qəhrəmanı mayor Heydərov Vüqar Rəfailoğlu vətənə olan sonsuz sevginin təzahürü olaraq şəhadət şərbətini içib ən yüksək, müqəddəs zirvənin fatihi oldun. Yaradanın cənnətinə sakin oldun. Bunu hiss edirəm. Bilirəm ki, sən cənnət dənizinin sahilindəsən. Həm böyük sevgi ilə, böyük səbirlə orada məni gözləyirsən. Küləkdən sürətli, işıqdan nurlu, göylərə ucalmış ruhunla yenə məni izləyirsən. O yol çox uzaqdır, göyün adamı. Gəlmək istəsəm də gələ bilmirəm. Sənə qovuşmaq üçün dünyanı atıb ölmək istəsəm də ölə bilmirəm. Bu taleyi yazıb Allahın özü, silmək istəsəm də silə bilmirəm. Ürəyimdə ağrı, gözlərimdə yaş. Sənə çatmaq üçün yollar çox uzaq. O yolları sənsiz mən getməliyəm. Yadigar qoyduğum 2 balanı sənsiz tək başına böyütməliyəm. Yarım qalan bütün arzularını sənsiz, mən sənsiz həyata keçirməliyəm. Beləcə bu ömrü bitirməliyəm. Beləcə bu ömrü
bitirməliyəm. Ruhun şad olsun, göylərin adamı, cənnət məkan şəhidim. Xatirən həmişə, həmişə, həmişə qəlbimdə, qəlbimizdədir. Ruhun şad olsun, göylərin adamı, ruhun şad olsun.